Doktor, kesir ya normal doğuş hansı təhlükəsizdir? Hansı üsulun düzgün olması sizin və körpənizin vəziyyətindən asılıdır. Çünki biz mamalıq vəziyyətini qiymətləndiririk, uşağın vəziyyətini qiymətləndiririk və ondan sonra isə doğuş üsulunu sizinlə birlikdə seçirik. Normal doğuşda ağrı çox olacaq deyə qorxuram. Bəli, bu qorxu ilə bizim hamilələrimiz çox rastlaşırlar. Ancaq ilk növbədə psixoloji hazırlıq mütləqdir. Belə ki, hamiləlik müddətində siz doğuşa psixoloji cəhətdən hazırlansanız, ağrını da daha rahat keçirə bilərsiniz. Bundan əlavə biz doğuşda epidural anesteziyadan da istifadə edirik. Yəni ağrının azalması, aradan götürülməsi üçün bu da çox yaxşı bir üsuldur. Kəsirdən sonra sağalma çox uzanır. Normal doğuşa nisbətən sağalmanın bir qədər uzanması mümkündür. Lakin ağrını nəzarət altında saxlamaqla bu dövrü çox asan keçirmək mümkündür. Bəs uşaq üçün hansı daha yaxşıdır? Uşaq üçün ən yaxşı üsul onun vəziyyətinə uyğun olan üsuldur. Yəni hər iki üsul təhlükəsiz olsa da, biz uşaq üçün ən doğru olan üsulu seçirik. Kəsir sonrası iz çox qalır. Adətən kosmetik tikişdən sonra iz çox az, yəni minimal şəkildə qalır və çox incə olur. Normal doğuşdan kəsir əməliyyatına keçmək mümkündür. Bəzi hallarda biz pasiyenti normal doğuşa buraxsaq belə, bəzi göstərişlər yaranır həm ana tərəfdən, həm də döl tərəfdən. Biz məcbur olub doğuşu kəsir əməliyyatı ilə başa çatdırırıq.